Xəbər verdiyimiz kimi avqustun 23-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Səfər iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı baxımından diqqət çəkir. Bu fonda iki ölkə arasındakı əlaqələri BTV-yə şərh edən siyasi şərhçi Həşim Səhrablı səfərin əhəmiyyətindən danışıb. Analitikin sözlərinə görə artıq Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsindədir. Azərbaycan prezidentinin Özbəkistana son səfəri və əldə olunan razılıqlar ümumiyyətlə səfəri izləyəndə, orada atılan addımları dəyərləndirəndə görmək olur ki, artıq Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsindədir və bu əlaqələr hər gün bir addım daha da önə aparılır. Bu isə təbii ki, müsbət qarşılanmalıdır və müsbət nəticələri olacaq. Əvvəla bu ikili münasibətlər kontekstində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji önəmini də artıracaq. Çünki dövlətlər arasında münasibətlər inkişaf etdikcə bunun əlbəttə ki, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını da artırması real gələcəyin real gözləntisidir. Məsələn, biz elə başlaya bilərik ticarət əlaqələrindən. Azərbaycan-Özbəkistan münasibətlərində iki tərəfli ticarət üçün ciddi bir potensial var və bu potensialı reallaşdırmaq üçün də tranzit layihələr üzərində işlənilir. Bir kəmər, bir yolun ən önəmli həlqələrindən olan orta dəhlizin canlandırılmasında Azərbaycan da, Özbəkistan da özünə məxsus rolu ilə seçilən ölkələrdəndirlər.